Salam dəyərli izləyicilərimiz. Salam Elmir Əmlaş kanalının izləyiciləri. Sizləri bugün Mərdəkan Buzovna yolu, Vətən restoranının qarşısı, Dükan restoranının arxası yola çox yaxın bir ərazidə 8 sotun içərisində inşa olunmuş belə bir villanı təqdim etməyə başlayıram. 8 sot, 2 mərtəbə, 300 kvadrat, 5 otaq. Qiymət, sizlərə indidən deyim qiyməti 630 min manatdır. Evin ümumi giriş qapısı piyada keçidi. Sol tərəfdə avtomatik olaraq darvaza, həyətə 2 maşın yerləşər. Piyada keçid qapısından bir də avtomatik olaraq darvazadan girən kimi içəri sağ tərəfdə belə bir yer, qarajla birlikdə inşa olunub. Bütün su xətti, qaz xətti, işıq xəttləri hamısı çəkilib, hətta bura isti döşəmə də təmir olunub. Kimsə istəsə, dəyərli izləyicilərim, orada Elçin bəy bir də zəhmət olmasa onu göstər. Kimsə istəsə buranı isti döşəmə ilə birlikdə söhbətgah edə bilər. Həyətdə yerləşən sanitar qovşağı. Maşallah, həyətin landşaftı, həyətin yaşıllığı göz oxşayır. Sənəd kupça çıxarışdır, evin də, torpağın da kupçası çıxarışı var. Qazı, suyu, işığı və yola yaxın müştərilərimiz, hansı ki yola yaxın ev istikləri 2-ci mərtəbədən yol görsənir. Vətən restoranı görsənir, Dükan restoranının arxasındadır. 8 sot 630 min manat. Bilirsən, həyətin yaşıllığı mənim çox xoşuma gəlir. Bir dənə zəhmət olmasa orada göstər, qardaşım. İşıqlandırması az da olsa, amma superdir bugünkü gündə. Çox qəşəngdir, çox qəşəng. Mətbəx otağı 1-ci mərtəbədə sol tərəfdə yerləşir. Sağ tərəfdə qonaq otağı yerləşir. Hansı ki, qonaq otağının qarşısında veranda, üstündə eyvan, hər obursu yataq otağında özünün eyvanı, tam mərkəzdə yerləşən bir dənə də eyvan var. Bilirsən, nə düşünürəm? Bir dənə buradan qəşəng çılçıraq asırsan, qara çılçıraq, pəncərələr qara, ev ağ, nə olur ev? Super görünür həyətdə. İndi isə keçək evin daxilinə. Gəl. Buradan da həyət qəşəng görünür, hə? Çox qəşəng. Ləzzətli görünür, superdir. Ev bütöv olaraq isti döşəmə ilə təmir olunub. Biz hal-hazırda evin 1-ci mərtəbəsində dəhlizə keçdik. Keçən kimi sol tərəfdə divarın içərisində dolab, üzü aynalıdır. Sağ tərəfdə qonaq otağı. Qonaq otağından həyətə görüntünü bir dənə pərdəni çəkim sizlərə görsədim. Çox da qəşəng, super görünür. Ev bütöv olaraq monolit betonla inşa olunub 5 otaqdır. Qonaq otağıyla üzbəüz qapısı olan mətbəx. Hansı ki, çox vaxt mətbəxin də qonaq otağında qapısı olmur, amma burada qapısı da var. Mətbəx mebeli yığılıb, divar boyunca düz axıra qədər. Qaz sobası, bütün aksesuarlar var. Mətbəxdən şöyle görüntündə göstərim. Bütün qapılar hamısı ciftlidir. Həm qapı kimi, həm pəncərə kimi ciftli istifadə eləmək olur. 1-ci mərtəbədə qonaq otağı, mətbəx, bir yataq otağı yerləşir. Buyurun. Maşallah, tavanın hündürlüyü də yaxşıdır. 3.60-dan yuxarı olar, yoxsa olar. Ümumi sanitar qovşağı, duş kabina, əlüzyon, unitaz və evin pilləkən qəfəsi, 2-ci mərtəbəyə qalxan pilləkən. Getdik. Pilləkənlər hamısı mərmər daşlarla təmir olunub. Pilləkən qəfəsində qalxan kimi eyvanda pəncərə arxa hissəyə baxır. Dəhliz,
tam mərkəzdə yerləşən ümumi sanitar qovşağı 2-ci mərtəbənin. Buyur, yataq otağın 2-ci mərtəbədə yerləşən 1-ci yataq otağını təqdim edeyim. 1-ci yataq otağı 2-ci mərtəbədə yerləşən və divarın içərisində qardırob yığmaq üçün yer buraxılıb, təmir olunacaq inşallah. Qardırob yığılacaq, qəşəng görünəcək. 3-cü yataq otağı genişdir, qəşəngdir. 1-ci mərtəbə bütöv olaraq isti döşəmə ilə təmir olunub. 2-ci mərtəbə isə atoplen sistemi ilə təchiz olunub. Yataq otağının qarşısında olan kiçik bir eyvan, həyətə görüntü. Böyük eyvandan sizə inşallah həyəti və ön hissəni göstərəcəm. Yenə də eyvanda, həyətdə demişdim, dəhlizdən eyvanı var, tam mərkəzdə çıxış var. Burada ən böyük valideyn yataq otağı, maşallah, çox genişdir, qəşəngdir. Otağın içərisində geniş, böyük bir qardırob otağı. Bura mebel yığırsan, çox qəşəng görsənir. Sonra otağın daxilində yerləşən sanitar qovşağı. Hər bir şey var və çıxaq indi eyvana. Eyvana çıxaq, buradan da həyəti və görünür. Məncə görünür, bayaq görünürdü. Buyurun. Maşallah. Düz yolun kənarı, bax, maşın keçir. Mərdəkan Polis Akademiyası görünür buradan, Mərdəkan Buzovna yolu. Dəyərli izləyicilərimiz, bizi izləməyə davam edin. Bizi izləmək üçün Vətən restoranı görünür, Dükan restoranı. Buradan çıxdın, hamısı yaxındadır, hamısı. Hər bir şey yaxın bir ərazidədir. Yola çox yaxın bir ərazidə sizlərə bu villanı təqdim elədim. İnşallah sizləri bu villanın həyətində görüşmək ümidi ilə sizdən ayrılıram. Təşəkkür edirəm. Sabah 21:00-da görüşmək ümidi ilə. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.